Bir-birini yandırım. Qasimə də 8'lik verdilər. Bilirəm, eşitdim. Sən nə elədin? Mənəm də bütün qapılar üzümə bağlıdır. İşim Allah'a qaldı. Eşitizələr fikir eləmə. Bir-iki gün də səbirli ol. Hər şey yaxşı olacaq. Mərhaba, sənin o dostun var deyə. Keçən dəfə gəlmişdi. Ha, Oturmuşduq Ceyhun. kabinetdə bir yerdə. Ceyhunu deyirsən. O orada işləyir də, idarədə. Ona xahiş eləyə bilərsən, mənim işimlə bağlı nəsə köməklik göstərə bilər mənə? Bu elə məsələdir ki, bu məsələyə görə ona ağız açmaq istəmirəm. Həm də gələcəkdə mənim ona başqa işlərim var da. İstəmirəm bu söhbətləri bilsin. Neysə, amma sən yenə də fikir eləmə. Gələ bunu. Mən gedim, səbirli ol. Düzələr inşallah. Yadındadır, avar yetmişdini, zəng elədin mənə. Dedin, pravan dişeniyə gedir. Gəldim, bütün məsuliyyəti götürdüm boynuma. Sənə görə 3 tutka həbs yedim. Targovda talpa davası salmışdınız, Orada da poxa saldın məni. 30 tutka da orada sənə görə həbs yedim. Nə tez yadından çıxdı, hə? Nə tez yadından çıxdı? Düz deyirsən. Yadımdan çıxmıyor. Eləmirsən. Amma səndən xahiş eləyən olmamışdı.